uşaqlar, xoş gördük. İlk olaraq bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Rəhmət eləsin. Əziz uşaqlar, bildiyiniz kimi 2020-ci ildə növbəti dəfə erməni təxribatına cavab olaraq bütün Azərbaycan xalqı ayağa qalxdı. Öz torpaqlarını qorumaq üçün və vətən müharibəsi başlandı. Artıq bu vətən müharibəsindən 5 il keçir. Biz bugün 5 illiyimizi qeyd edirik. Əvvəldə olan zəfərimizin 5 illiyini qeyd edirik. Məktəb olaraq Nizami Gəncəvi adına Poladiqar qəsəbə bir sayılı məktəbi olaraq böyük bir tədbir hazırlamışıq. Tədbirimiz belə adlanır: Zəfərin əbədidir Azərbaycan. İndi isə sizi bu tədbirə baxmağa dəvət edirik. Buyurun. İlk olaraq səhnəyə 7-ci sinif şagirdləri dəvət edirik. 7-ci sinif şagirdləri Zəfərin Səsi adlı səhnəci yazılır. Buyurun uşaqlar. Salam uşaqlar. Ay uşaqlar, siz bu xəbəri eşitmişsiniz? Şahzad oldu. Gül ey Azərbaycan, gözlərin aydın. Əzildi zəhərli inanın başı. Analar, bacılar, ağı deməyin. İndi qismətimiz sevinç gözyaşı. Ey Şuşam, bir daha gözlərin aydın. Sənə sahib çıxdı mərd oğulların. Adını tarixə yazdı hünərlə. Dosta dost, düşmənə sərt oğulların. Uşaqlar, bugün bizim tariximizin ən şanlı səhifəsidir. 8 noyabr Zəfər günüdür. Kim deyə bilər? Bugün biz nəyə görə fəxr edirik? Buyur Əsmanur. 44 gün davam edən vətən müharibəsində Azərbaycan ordusu düşmənləri darmadağın etdi. Biz onlarla qürur duyuruq. Buyur Mərvə. Və 8 noyabr Şuşa azad olundu. Şuşa azad olunanda sanki bütün Azərbaycan sevinirdi. Müəllimə, bugün torpaqlarımızın azad edilməsi uğruna qazanılmış qələbəni qeyd edirik. Mən Şuşa dağlarında döyüşdüm. Hər addımda vətənimin nəfəsini hiss etdim. Yoldaşlarım şəhid oldu. Ama biz dayanmadık. Çünkü biz bilirdik bu torpaqlar azad olacaq. Bugün Zəfər günü gələndə onların ruhu bizimle sevinir. Bu bayrağı ucaldan qəhrəmanlarımıza minnətdarıq. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Və bugün şərəf, azadlıq anım günüdür. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır! Şagirlərə təşəkkür edirik. O cümlədən Emin müəllimə təşəkkür edirik belə səni hazırladığıma görə. İndi isə 4-cü sinif şagirdləri Arifə müəllimi rəhbərliyi ilə səhnəyə dəvət edirik. Yaşayan canlı şəhid, torpağın üstündəki bircə damcı qanlı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz. İnsanın alisidir, gör necə insandı şəhid. Nə şərafət
ya eceldir ne Zaraflar, Müslümanlar, Qoz nəvəsi, Nikah babamdır, Rus qardaşımdır. İnşallah qismət olsun, Ağdamda görürsən. Başımda durdur, durmadan özüme bir xeymə qurdur. Dumanlı dağların başımda durdur, durmadan özüme bir xeymə qurdur. Keşke hayalımda bir güzel yurdur. Dumanlar başında dastana döndü, dastana döndü. Keşke hayalımda bir güzel yurdur. Dumanlar başında dastana döndü, dastana döndü. Yüce bülbüle çalan yakşıdır. Saçılara çalan yakşıdır. Çay sonra neden yaşlıdır? Adı gerçek çocuk dastana döndü, dastana döndü. Çay sonra neden yaşlıdır? Adı gerçek çocuk dastana döndü, dastana döndü. Çay sonra neden yaşlıdır? Adı gerçek çocuk dastana döndü, dastana döndü. Çay zamanıdan beter yaxşıdır. Adı gerçek çocuk dastana döndü, dastana döndü. Qarabağ işğaldan azad etdi şəhidlər. Heç zaman unutmarıq tarix yazdı şəhidlər. 44 gündə düşmənə qəhrəmanlar çəkdi dağ. 30 il ayrı qaldıq, həsrət bitdi Qarabağ. Keçdi qorxmaz oğullar od alovun içindən. Danışacaq nəsillər onların mərliyindən. Aylar, illər ötəcək, qürurla anacağıq. Şəhidlər ölməzdirlər, bircəyik sanacağıq. Əgər ki yıxılsa, çinar göstərir. Mən ona söykənib, arada baxıb, gözlərim görməsə, göy gölü verir. Mən onun gözü ilə cahanı baxıb, hər yerdə həmçin sənsə kümalım. Canım, gözüm mənim, Azərbaycanım. Sən günəş, mənsə bir zərrə kimi, diriysən oğluna, ölsəm torpağın. Sən ki döyündürdün mənim qəlbimi. Sən uca sinarsan, mən sarpağın. Mən sənin evin, eşqin canım. Sözüm mənim, Azərbaycanım. Teşekkür ederim. Arifə müəllimə teşekkür ederim. 4. sinif şagirdi Dadaşov Zeynal, Yüksek Akademiyasının keçirdiği sınav imtihanında yüksek netice elde edildiğine göre tərifnamə ilə tərtib olunur. Dadaşov Zeynal, buyur. Təbrik edirəm. Təbrik edirəm. Təbrik edirəm. Thank you.
düşen, sarsılmaz bir iradenin